ortasından oturacağa paralel müstəvi keçirilib. Kəsin sahəsi filandır. Piramiddən oturacağın tərəfin uzunluğunu tapın. İndi bu nə deməkdir? Burada oxşarlıq alınacaq. Biraz da daha yuxarıda çəkim. Bax, bu hündürlük buradan gəlir bura. Düzdür? Bu hündürlüyün ortasından bir dənə kəsik keçirilib. Uşaqlar, kəsik nədir? Kəsik oturacağa paralel çəkilir və bunu kəsir. Bu elə bir ki, oturacağa paraleldir. Bu buna paraleldir, bu buna paraleldir. Onu qaralayacağım, tam görərsiniz. Bu buna paraleldir, bu da buna paralel. Və belə. Və buna kəsik deyirlər. Və buna. Və bu aşağıya paralel olur. Və bu aşağıdakı düzgün olduğuna görə, yəni kvadrat olduğuna görə burada kvadratdır. Kvadratın sahəsi 36-dırsa tərəf nə qədərdir? 6. Bəs yaxşı, hardan çəkilmişmiş bu? Deyirdi ki, bizə hündürlüyün ortasından. Onda bu paralel getdiyinə görə Fales teoremi yazıca salın. Paralellikdə bu ortadan gedirdisə, bunu necə kəsirdisə, tilləri də elə kəsirdi. Yəni oxşarlıqdır da bu. Bax, oxşarlıqda yazıca salın. Hər şeyin nisbəti eynidir. Yəni H1-in H2-yə nisbətinə biz K desək, onda tərəflər nisbəti də nə olacaq? Eyni olacaq. Oxşarlığı yazıca salın. Sahələr nisbəti nə olacaqdı oxşarlıqda? K-nın nə idi? Bəs həcmlər indi lazım olsa necə olacaq? Kubu. K-nın kubu istifadə eləyəcək. Bitdi də bura 6-dırsa orta xətdir də uşaqlar. Ortadan keçir. Onda bura nə olacaq? 12. Amma məsələn sualı belə versəydi, desəydi ki, hündürlüyü 2/1 nisbətində bölüb. Tutaq ki, indi belə bir sual verir. 2/1 nisbətində. Onda baba buranı çəkdi. 2/1 nisbətində bunu bölürsə, buranı da 2/1 nisbətində bölür. Onda yazıca salın Falesi. Burada deyirəm. Buranı da silirəm, görməyin. Lap buraları da silirəm, heç görməyin. Onda necə elirdik? Buranı qaralayırdıq. Bu üçbucağı götürürdük. O üçbucağın yan tili nə qədərdir? 2K. Yəni tərəfi nə qədərdir? 2K. Bütöv tərəfi nə qədərdir? 3K. Bunun tərəfi nə qədərdir? 6. Bunun tərəfi nə qədərdir? 6. Oxşarlıq. Anladıq? Elə hündürlərlə də gedə bilərdik. Mən o nisbətləri tillərə verdim də. Tilə verdim daha doğrusu. Aydın mı? Danışın uşaqlar. Anladım.